Hələ də davam edir. Elə ki, yenə sənin haqqınındır. Allah səni var eləsin. Çox sağ ol. Axşamınız xeyir olsun. Çox hörmətli məclis əhli. Bugün Ağayevlər ailəsində çox gözəl bir, möhtəşəm bir gün qeyd olunur. Allah iki nəfəsdə cavanı xoşbəxt eləsin. Manav mənim üçün çox əziz və dəyərli bir qardaşdır, yaxşı oğuldur. İllerimin dostudur. Manav dəyərli oğuldur. Azərbaycanın çox dəyərli bir balasıdır. Gözəl ailə başçısıdır. Musiqi aləminin deyərdim ki, gerbidir da bu insanda. Sən hamımızın əzizsən Manav. Sən hamımızın yanında olmusan, hamımızın dəstəyi olmusan. Hər zaman yıxılanı əlindən qaldırıb qalxızmısan. Kasıbların yanında olmusan. Yeni oxuyan müğənnilərin arxasında olmusan. Elə bu Pünhanın uzağa getmirəm. Pünhana qardaş, dayı, ata kimi hərəkət eləmsən. Allah elədiklərimin hamısını balalarımın gözəl həyatına yazsın. Allah sənin o gözəl 3 dənə ağıllı, savadlı balalarını xoşbəxt eləsin. Fərqana xanımla siz bir büyündən belə də neçə il yaşayasınız, bir qocalasınız. Gözəl ailə, çox hörmətli bir nəsil. Mən sənin nəslini də çox istəyirəm. Qardaşlarımı da, bacımı da. O dünyasını dəyişən bacımı Allah rəhmət eləsin. Zahid müəllim bizim hamımızın böyüdür. Həqiqətən də ki, o bizim ustadımızdır. Bəli, Manavın gəlib bu yerə çıxmağında böyük onun səbəbkarı Zahid müəllimdir. Allah ona ömür versin. Sənə o bacımı da mən çox istəyirəm. Eşitdim ki, onun balasının toyudur. Kamilə xanım, Kövrək xanım. Mən də bilirəm, o səni nə qədər istəyir. Həqiqətən də çox istəyirəm. Hər iki tərəfə deyirəm, gözlərimiz aydın olsun. Allah xoşbəxt eləsin. Manav, nəvələrimin toyuna gələk. O günlər olsun ki, Pünhanın toyunu eləyək. Pünhanın toyunu özümüz aparacaq da inşallah. Bir gözəl musiqi ilə Manav. Hələ də davam edir. Elə ki, yenə sənin haqqınındır. Allah səni var eləsin. Çox sağ ol. Axşamınız xeyir olsun. Çox hörmətli məclis əhli. Bugün Ağayevlər ailəsində çox gözəl bir, möhtəşəm bir gün qeyd olunur. Allah iki nəfəsdə cavanı xoşbəxt eləsin. Manav mənim üçün çox əziz və dəyərli bir qardaşdır, yaxşı oğuldur. İllerimin dostudur. Manav dəyərli oğuldur. Azərbaycanın çox dəyərli bir balasıdır. Gözəl ailə başçısıdır. Musiqi aləminin deyərdim ki, gerbidir da bu insanda. Sən hamımızın əzizsən Manav. Sən hamımızın yanında olmusan, hamımızın dəstəyi olmusan. Hər zaman yıxılanı əlindən qaldırıb qalxızmısan. Kasıbların yanında olmusan. Yeni oxuyan müğənnilərin arxasında olmusan. Elə bu Pünhanın uzağa getmirəm. Pünhana qardaş, dayı, ata kimi hərəkət eləmsən. Allah elədiklərimin hamısını balalarımın gözəl həyatına yazsın. Allah sənin o gözəl 3 dənə ağıllı, savadlı balalarını xoşbəxt eləsin. Fərqana xanımla siz bir büyündən belə də neçə il yaşayasınız, bir qocalasınız. Gözəl ailə, çox hörmətli bir nəsil. Mən sənin nəslini də çox istəyirəm. Qardaşlarımı da, bacımı da. O dünyasını dəyişən bacımı Allah rəhmət eləsin. Zahid müəllim bizim hamımızın böyüdür. Həqiqətən də ki, o bizim ustadımızdır. Bəli, Manavın gəlib bu yerə çıxmağında böyük onun səbəbkarı Zahid müəllimdir. Allah ona ömür versin. Sənə o bacımı da mən çox istəyirəm. Eşitdim ki, onun balasının toyudur. Kamilə xanım, Kövrək xanım. Mən də bilirəm, o səni nə qədər istəyir. Həqiqətən də çox istəyirəm. Hər iki tərəfə deyirəm, gözlərimiz aydın olsun. Allah xoşbəxt eləsin. Manav, nəvələrimin toyuna gələk. O günlər olsun ki, Pünhanın toyunu eləyək. Pünhanın toyunu özümüz aparacaq da inşallah. Bir gözəl musiqi ilə Manav. Hələ də davam edir. Elə ki, yenə sənin haqqınındır. Allah səni var eləsin. Çox sağ ol. Axşamınız xeyir olsun. Çox hörmətli məclis əhli. Bugün Ağayevlər ailəsində çox gözəl bir, möhtəşəm bir gün qeyd olunur. Allah iki nəfəsdə cavanı xoşbəxt eləsin. Manav mənim üçün çox əziz və dəyərli bir qardaşdır, yaxşı oğuldur. İllerimin dostudur.
Manaf dəyərli oğuldur. Azərbaycanın çox dəyərli bir balasıdır. Gözəl ailə başçısıdır. Musiqi aləminin deyərdim ki, gerbidir də bu insanda. Sən hamımızın əzizsən Manaf. Sən hamımızın yanında olmusan, hamımızın dəstəyi olmusan. Hər zaman yıxılanı əlindən qaldırıb qalxızmısan. Kasıbların yanında olmusan. Yeni oxuyan müğənnilərin arxasında olmusan. Elə bax bu Pünhanın uzağa getmirəm. Pünhana qardaş, dayı, ata kimi hərəkət eləmsən. Allah elədiklərimin hamısını balalarımın gözəl həyatına yazsın. Allah sənin o gözəl 3 dənə ağıllı, savadlı balalarını xoşbəxt eləsin. Fərqana xanımla siz bir büyündən belə də neçə il yaşayasınız, bir qocalasınız. Gözəl ailə, çox hörmətli bir nəsil. Mən sənin nəslimi də çox istəyirəm. Qardaşlarımı da, bacımı da. O dünyasını dəyişən bacımı Allah rəhmət eləsin. Zahid müəllim bizim hamımızın böyüdür. Həqiqətən də ki, o bizim ustadımızdır. Bəli, Manafın gəlib bu yerə çıxmağında böyük onun səbəbkarı Zahid müəllimdir. Allah ona ömür versin. Səni o bacımı da mən çox istəyirəm. Eşitdim ki, onun balasının toyudur. Kamilə xanım, Kövrək xanım. Mən də bilirəm o səni nə qədər istəyir. Həqiqətən də çox istəyirəm. Hər iki tərəfə deyirəm, gözlərimiz aydın olsun. Allah xoşbəxt eləsin. Manaf, nəvələrimin toyuna gələk. O günlər olsun ki, Pünhanın toyunu eləyək. Pünhanın toyunu özümüz aparacaq da inşallah. Bir gözəl musiqi ilə Manaf. Hələ də davam edir. Hələ ki, yenə sənin haqqınındır. Allah səni var eləsin. Çox sağ ol. Axşamınız xeyir olsun. Çox hörmətli məclis əhli. Bugün Ağayevlər ailəsində çox gözəl bir, möhtəşəm bir gün qeyd olunur. Allah iki növbəstə cavanı xoşbəxt eləsin. Manaf mənim üçün çox əziz və dəyərli bir qardaşdır, yaxşı oğuldur. İllərimin dostudur. Manaf dəyərli oğuldur. Azərbaycanın çox dəyərli bir balasıdır. Gözəl ailə başçısıdır. Musiqi aləminin deyərdim ki, gerbidir də bu insanda. Sən hamımızın əzizsən Manaf. Sən hamımızın yanında olmusan, hamımızın dəstəyi olmusan. Hər zaman yıxılanı əlindən qaldırıb qalxızmısan. Kasıbların yanında olmusan. Yeni oxuyan müğənnilərin arxasında olmusan. Elə bax bu Pünhanın uzağa getmirəm. Pünhana qardaş, dayı, ata kimi hərəkət eləmsən. Allah elədiklərimin hamısını balalarımın gözəl həyatına yazsın. Allah sənin o gözəl 3 dənə ağıllı, savadlı balalarını xoşbəxt eləsin. Fərqana xanımla siz bir büyündən belə də neçə il yaşayasınız, bir qocalasınız. Gözəl ailə, çox hörmətli bir nəsil. Mən sənin nəslimi də çox istəyirəm. Qardaşlarımı da, bacımı da. O dünyasını dəyişən bacımı Allah rəhmət eləsin. Zahid müəllim bizim hamımızın böyüdür. Həqiqətən də ki, o bizim ustadımızdır. Bəli, Manafın gəlib bu yerə çıxmağında böyük onun səbəbkarı Zahid müəllimdir. Allah ona ömür versin. Səni o bacımı da mən çox istəyirəm. Eşitdim ki, onun balasının toyudur. Kamilə xanım, Kövrək xanım. Mən də bilirəm o səni nə qədər istəyir. Həqiqətən də çox istəyirəm. Hər iki tərəfə deyirəm, gözlərimiz aydın olsun. Allah xoşbəxt eləsin. Manaf, nəvələrimin toyuna gələk. O günlər olsun ki, Pünhanın toyunu eləyək. Pünhanın toyunu özümüz aparacaq da inşallah. Bir gözəl musiqi ilə Manaf.